qəşəng bilsəz, bu həm də elektriklə maqnit enerjisi var. İndi qarşıda görəsiz orada. Bax, orada da bizim köməyimizə çatacaq. Yəni bu mövzunu bir-biri ilə tamam əlaqəli mövzulardır. Ona görə çalışaq dərinlikləri bilək. Düsturlarda əzbərləmirik. Sadəcə olaraq düsturların gedişatını bilirik, qaydasını bilirik. Hərəsində bircə dənə ana düstur olur. Onu əzbər biləndən sonra gerisi gəlir onsuz da. Onu da o qədər görürük, o qədər test işləyirsiniz ki, istər-istəməz əzbər biləsiniz, narahat olmayın. İndi baxaq nəyə? Enerji. Enerjinin bir dənə ana düsturu var. Bu, böl 2. Bax, bu ana düstur budur. Bunu əzbərləsəz kifayət edəcək. Qalanlarına ehtiyac yoxdur. Bu iki düsturu da bayaq gördük də, bunu da əzbərləmək şərt idi. Onsuz da əzbər bilirsiniz. Davam edək. İndi enerjinin başqa hansı düsturları var? İndi gəlirik bir-bir yerinə qoyub artıq çıxarış edirik. Məsələn, deyək ki, künü olduğu kimi saxlayırıq, ikini də olduğu kimi saxlayırıq. Onu necə, nə ilə əvəz eləyə bilərik? Bax, bu yuxarıdakı düstura əsasən. Onun da yerinə yazaram 2 bölünmüş S. Bunu da bərabər eləyərəm 2 kvadratı bölünmüş 2S-yə. Buradan da yenə də nə yaza bilərik? Yazarıq 2 kvadratı 2, S-nin yerinə artıq bax bu düsturu yazacaq. Epsilon, epsilon 0S, D-ni yuxarı qaldıracaq. Bu belə. Gəlin indi ikincini yazaq. Enerji bərabərdir. Bu səfər müəllimlər 2-ni yenə olduğu kimi saxlayırıq. Onu da olduğu kimi, künü də yox, onu olduğu kimi saxlayaq bu dəfə. Onu olduğu kimi saxlayaq, künü əvəz eləyək. Künü nə ilə əvəz eləyə bilərəm yuxarıdakı düstura əsasən? S U ilə. Bu da bərabər olacaq. S U kvadratı bölünsün 2-yə. Baxın, U-dan 2 dənədir. İndi bunu müəllimlər, əgər sadəcə əzbərləmisinizsə, belə çıxarış eləməmisinizsə, dərs bitəndən sonra götürün vərəqə alın əlinizə, day vaxtda çox qalmayıb. Alın əlinizə bir 10 dəfə, nə bilim 5 dəfə bunların çıxarışını qəşəng-qəşəng eləyin, ondan sonra artıq bu oturacaq yerinə hər şey. Davam edək. İndi burada nə edirik? İndi burada S-nin yerinə yenə bu düsturumuzu yazırıq. 2-ni olduğu kimi saxlayıram, onun kvadratında olduğu kimi saxlayıram. Hə, indi bir sual meydana çıxacaq. Bəs mən hansından istifadə edəcəm? Gələcək orada məndən asıllıq soruşacaq. Qrafik asıllıqları ola bilər, adi nəzəri suallar ola bilər. Baxıram ki, enerji bəzi yerlərdə S ilə tərs asılıdır, bəzi yerdə də S ilə düz asılıdır. Onda neyniyək? Hansını götürək? İndi ona diqqətlə qulaq asırıq. Əvvəla ilk şərt. Məsələn, deyək ki, gərginliyin sabit qiymətində. Elə özü deyəcək də. Əgər ümumən bax belə bir şey deyim də, nə zaman ki gərginliyi sabit görsək, orada gərginliyin kvadratik olduğu düsturu götürəcəyik. Baxın, hardadır gərginlik kvadratik? Burada. Nə zaman ki Q-nun sabit qiymətini götürsək, onda Q-nun kvadratik olduğu hissələrə diqqət eləyəcəyik. Bax bu düsturdan istifadə eləyəcəyik. Yəni bax bu ana düsturu demək olar ki, çox az görə bilərik hər ikisinin olduğu. Ya bundan işlədəcəyik, ya bundan. Onda indi gəlin onu necə təyin edək. Birinci qayda. Ola bilər ki, elə özü, qoy yuxarını mən yer açım, biraz sahə açım, onsuz da gördünüz də yuxarıları. Aha. Qayda 1. Özü deyəcək ki, gərginliyin sabit qiymətində, yükün sabit qiymətində və yaxud da kənardan mötərizənin içində deyəcək ki, Q bərabərdir konstant. Q-nü konst görən kimi tez biləsiniz ki, Q-nun kvadratik olanını götürəcəyik və yaxud da kənardan U bərabərdir konstant yazan kimi biləcəyik ki, U-nun kvadratik olanını götürürük. Bu belə. İkinci qayda. Əgər, indi qarşıda görəsiniz, əgər bir ardıcıl birləşmə varsa, bir ardıcıl birləşmə varsa, bu ardıcıl birləşmədə düzdür, hələ indi o irəliki mövzudur yenə də, hansı kəmiyyətlər eyni ola bilir? Bir Q eyni ola bilir, bir də nələr? Cərəyan şiddətləri eyni ola bilir. İndi cərəyan, hələ burada cərəyandan söhbət getmir, cərəyana da gələcəyik, onunla da işimiz olacaq, o başqa. Deməli, baxıram ki, ardıcıllıq varsa, mənə orada şərtdə nə verir, maraqlı deyil. Soruşa da bilər, soruşmaya da bilər. Ardıcıllığı görən kimi biləcəm ki, Q-nun kvadratik olduğu düsturlardan, yəni Q-nun konstant olduğu düsturlardan istifadə edirəm. Sonra, paralellikdə nə stabil qalırdı? Paralellikdə də yeganə kəmiyyət gərginlikdir ki, hər zaman, yəni bu mövzuda da, digər mövzularda da fərqi yox. Paralellik çəkmədim, üzrlü sayın, bir dənə paralellik çəkim. Paralellikdə də yeganə kəmiyyət udur ki, gərginlik. Hər yerdə stabil, yəni paralel qiymətlərdə stabil qiymət alır. Bunları silək, görməzdən gərək.
Bax belə. Aha, indi harda da paralellik görsək, biləcəm ki, hə, u ilə olan, onun kvadratik olan düsturlarını seçirəm. Sonra ikincisini də gördük, sonra üçüncü və ən vacibi, indi qarşıda da sualları görəsiniz. Əgər bizə deyirsə ki, mənbədən ayrılmış sözünü gördünüz ha bizə. Mənbədən ayrılıb. Onda biləsiniz ki, onda bilirik ki, burada Q sabit qalıb. Bax, bu nə deməkdir? Biraz bunu nəyə uyğunlaşdırın yadınızda saxlamaq üçün. Bax, evdə powerbank var hər kəsdə. Ondan powerbankı taxdıq zaryadkaya. Yığdıq, doldurduq, düzdür? Sonra onu ayırdıq mənbədən. Cəryan şiddətindən ayırdıq, düzdür? Ayıranda powerbankı məsələn 100% dolubdur deyək ki. Və yaxud da 60% dolub, fərqi yoxdur. İndi ayıranda indi işlədənə qədər də söz yox ki. Onun içindəki yükü arta bilər yük. Enerji arta bilər onun daxilində. Yox, necə idi, elə də qalacaq da. Çünki axı ayırmışam mənbədən. Bax, təxminən onu yadınızda saxlayın ki, mənbədən ayrılıb deyəndə Q-nin qiyməti sabit qalacaq. Yaxşımı? Bax, bu yük sabit qalacaq. Ona görə mənbədən ayrılmış sözünü görəndə, bax, bu düsturdan istifadə edəcəyik. Q-nin kral olduğu düsturlardan. Sonra, indi sabit gərginlik mənbəyinə qoşulmuş deyirsə, elə adından görsənir də sabit gərginlik. Hansıdır sabit gərginlikdə? U-nun stabil. Bəli, U-nun stabil olduğu. Bax, bu düsturu götürəcəyik. Məsələn, ola bilər ki, deyər ki, sabit gərginlik mənbəyində, indi bax, buna deyək. Məsələn, deyər ki, sabit gərginlik mənbəyində enerji tutumla necə asılıdır? Deyərəm ki, düz asılıdır. Ancaq bizə desə ki, mənbədən ayrılmış sözünü görəndə tərs aslı götürəcəm tutumla. Davam eləyəkmi? Suallar əsnasında. Biraz da ən yaxşı sual üstündə öyrənməkdir. Sualı da çalışacağam elə formada deyim ki, yəni sadəcə bu sualı bilməyin. Başqa formalı sual olanda da artıq siz onu da rahat şəkildə işləyə biləsiniz. Çünki məlum məsələdir. MİQ götürüb eyni sualları salmayacaq ki, düşündürücü suallar salır. Aha, verilmiş tutumlu, baxın. Verilmiş tutumlu kondensatorun lövhələri arasındakı gərginliyi 5 dəfə artıranda enerji necə dəyişəcək? Artıq verilmiş tutumlu deyirsə, gərginliyin kvadratik olduğunu götürəcəyik. Onda bu 5 dəfə artanda bu 25 dəfə artacaq. Bax, gördünüz, orada şərtindəki o, məsələn, vərəq verəcəklər də sizə. Hansı suallar olursa olsun, şərtdə orada işarəliyin onu, kənardan bir yerdən qeydinizi götürün, məndən nəyi soruşur, ondan sonra davam edin. Baxaq 8-ci suala. Yenə verilmiş tutumlu deyirsə, bayaq verilmiş tutuma baxdıq biz bir dəqiqə. Verilmiş tutumlu gərginliyi artırdıqda necə dəyişər? Verilmiş tutumlu Q də artacaq. Gərginliyi artanda Q də artacaq. Bunda Q ilə onu olanı götürəcəyik. Deyəsən, bir dəqiqə qatım qarışdırdım yenə. Gözləyin indi. Sonra verilmiş bunlara baxmırıq, çünki bunlar eyni şeydir bildiyimiz kimi. Baxın indi. Bax indi hansından istifadə eləyək? Bax bu enerji U ilə düz aslı olduğu da var, kvadratik aslı olduğu da var. Hansını götürək? Baxaq. Aha, verilmiş kondensator görəndə S-ni sabit götürürük, onda S ilə onun olduğunu götürürük. Davam eləyək. Davam eləyək. Məsələn, lövhələr arasındakı gərginliyin sabit qiyməti deyir burada artıq. Onda hansını götürəcək? S ilə gərginliklə olanda, düz asılı görürsən, yadımdan. Aha, kvadratik, SU kvadratı ilə. Aha. Sonra bax bu düsturda, məsələn, bax 21-ci sualda. Görək ki, bizdən nəyi soruşur? Yükün verilmiş qiymətində. Onda artıq Q ilə olanı götürəcəm, onda da tərs asılı olacaq. Bəli. Aha, baxın indi gəldim elə ora çıxdıq. Düzdür, indi orada sizə başlığı belə verəndə bilirsiniz ki, sabit gərginlik mənbəyidir. Orada başlıq vermir deyən biz suala baxacağıq. Baxın yazılıb ki, sabit gərginlik mənbəyi. Onda onu konstant götürürük. Onda onun hansı düsturlarını götürəcəyik? Kvadratik olanları götürəcəyik. Davam eləyək. Məsələn, ikinci sualda yenə deyir sabit gərginlik. Onda sabit gərginlikdə U ilə D necə asılıdır? Bir də müəllimlər, bir də belə bir şey var. İntensivlik var. İntensivliyin hansı düsturunu bilirik biz? Y bərabərdir. U bölünmüş D var. Düzdürmü? Bir dəqiqə. D var.
Bir də var F bölünmüş Q var. F bölünmüş Q var. Bax, sabit gərginlik deyəndə, bax, bu ikisini götürürük. Bunu bir baxım. Bir dəqiqə. O bölünmüş D-ni götürürük. Nəyi soruşur bizdən? Qoşulubdursa U ilə D necə asılıdır? Bəli, düz asılıdır da. D-ni bura keçirdəndə U ilə D düz asılı olacaq. Sonra. Olsun da, yəni sabitdir, o da sabit olsun da. Demir ki, D artanda bu da art. Üzrlü sayın, ona diqqət eləməmişəm. Hə, ona diqqət eləməmişəm. Sabit sonsuz da dəyişmir. Enerji ilə qatdım. Aha. Sonra bu suala, dördüncü suala baxın. Nəyi? Eləyirəm indi hal-hazırda. Bəli, o sabitdir, bəli. Sonra, məsələn, 5-ci suala baxırıq. 5-ci sualda nə deyir? Sabit gərginlik mənbəyinə qoşulub, yenə də U sabitdir. U sabitdirsə U dəyişməyəcək. Sonra, lövhələr arasında dielektrik nüfuzluluğu 2 daxil eləyəndə axı S artır, S artanda axı Q da artırdı demişdik. Q öz aləmində S-dən asılıdır. Ona görə Q artacaq, ancaq U dəyişməyəcək. Bu da həmçinin. Sonra, enerji sıxlığından danışmadıq. Enerji sıxlığında da, qoy bunu da bir kənardan qeyd edeyim, unutdum onu deməyi. İndi yəqin ki, siz də yorulursunuz. Yəni, mən özümdə, uzaqbaşı bu da olsun 2 saat keçdik. Bəs sonra, yəni sonranı işləyə bilməyəcəyik. Ona görə də səhərdə bürsündə inşallah mənim özümün də boş vaxtım olanda link ataram, qoşularsınız. Bax, belə 3-3, 4-4 mövzuları gedərik. Nə qədər getsək qənimətdir. Gələn səfər də birinci hissədən gedərik istəsəz. Buyurun, buyurun. Bilirsiniz necə? Bilirsiniz müəllimlər, mən nə hər gün sizlə qoşula bilmirəm, mənim özümün dərslərim var deyə. Bunu vallahi həqiqətən tam səmimi istəyirəm ki, nəsə əlimdən gələn bir köməklik eləyim ki, olar ki, 2 sual, 3 sual qənimətdir də irəli düşərsiniz o baxımdan. Onsuz da öz qrupumdakı müəllimlərə təkrar elədirəm. Fikirləşirəm ki, bunu sizə də atıram. Mən indi onu eləmək üçün bizim o qədər zamanımız lazımdır ki, bu onsuz da vaxtı az qalıb. Mən də uzaqbaşı 1-2 dəfə qoşula biləcəm deyə onu eləyə bilmirəm. Mənim sizə köməyim nə ola bilər? Mən vaxt eləyən kimi belə link ataram, qoşularsınız. Hansısa 2-3 mövzunu birləşdirib təkrarladıqmı? Ondan sonra bax indi mən dimdən niyə eləyirəm? Dimdə sual tipi çoxdur deyə. Yoxsa bilirəm asan olduğunu, mən də bilirəm. Sonra mən götürüb sizə indi sual atacağam gün ərzində. İndiyə qədər miqə düşmüş, bax bu mövzulardan düşmüş sualları, MHM-dən çətin suallar tapıb atacağam. Siz onu qrupda işləyərsiniz. Yəni belə kömək edə bilərəm sizə. İzləyəndən sonra da oradakı sualları işləmək artıq rahat gələcək. İndi inşallah görəsiniz. Mən suallar atacağam, indiyə qədər miqə düşmüş. Hamısını işləyə biləsiniz zaten sonra rahat şəkildə. Hansını da bilməsəz, yenidən mənə deyin. Onu mümkün qədər, yəni siz yazın ora. Mən ilk fürsətdə çəkib atacağam onsuz da. Sonra enerji sıxlığında da eyni enerjidi, sadəcə həcmə böləcəyik. Sıxlıq nə deməkdir? Bir dənə onu deyim, elə onu özünüz eləyin. Baxın, sıxlıq hər zaman onsuz da sıxlıqdır da hər yerdə. Baxın, M bölünsün rho deyildi sıxlıq. Burada da enerji sıxlığında da enerjini həcmə böləcəm. Sıxlıq deyirəm, bircə dəqiqə. M bölünsün V. Sıxlıq M bölünsün V deyildi, bəli. İndi burada da həcmi sıxlığa, enerjini həcmə böləcəm. Yəni eyni şey keçərlidir burada da. O cür eləyib taparsınız. İndi ona zamanımız yoxdur. İstəyirəm mümkün qədər biraz çox şeyə baxaq. Məsələn, 14-də baxın kənardan mənə nə veribdi? Onun gərgin stabil qaldığını. Onun stabil qaldığını veribsə, onda enerjinin U ilə olan düsturunu götürəcəm. S U kvadratı böl 2-ni. Düzdür? Onda enerji ilə S düz asılı olacaq. S D ilə tərs asılı olduğu üçün enerji də D ilə tərs asılı olacaq. Burada da baxın,
unun stabil qiymətidirsə, deməli unun kvadratik olduğu düsturları götürəcəm. Bax, məsələn, burada 18-ci suala diqqət eləyək. İndi bunun başqa formasını verir. Fərqi nədir ki, ancaq eyni sualdır. Deyir, sabit gərginlik deyən kimi tez unumuzu kənardan yazırıq. Kondensatorun lövhələri arasındakı məsafəni artıranda, onsuz da S aradakı məsafə ilə tərs asılıdır. Bu artırsa S azalacaq. Düzdürmü? İndi keçirəm Q-yə. Sabit gərginlik, o gərginlik sabitdirsə, bu S azalırsa, deməli yük də nə edəcək? Azalacaq. Bunlar bir-biri ilə düz asılıdır. Bir-biri ilə deyəndə daha doğrusu yük S-dən düz asılıdır, S yükdən yox. İndi bax gəldik bayaqçı məsələyə. Gözləyin indi. Yüklənərək cərəyan mənbəyindən ayrılmış. Ayrılmışı görən kimi biləcəyik ki, orada stabil olan nədir? Yükdür sabit olan. İndi elektrometr nəyi ölçürdü? Unu ölçürdü, düzdür? İndi deyir ki, dielektriklə doldurulmuş müstəvi hava kondensatoru elektrometrlə birləşmişdir. Lövhələr arasındakı dielektrik çıxartsaq. Dielektriki çıxartsaq S neyniyər? Azalar. S azalar, düzdürmü? Q də sabitdir. Q ilə də işimiz yoxdur. Əgər Q sabitdirsə, S azalırsa, U neyniyəcək? U artacaq da, tərsə açıldaqda U S ilə. Ona görə U artacaq. Sonra. İndi baxın yenə bax bu hissələrə diqqət edin. Yükləndikdən sonra mənbədən ayrılıbsa, deməli Q-nün stabil olduğunu götürəcəyik. Bayaqki enerji düsturlarını da dediyim kimi, bitən kimi mümkün qədər, artıq zamanınız azdır. Mütləq nədir ki, bu heç 10 dəqiqə vaxtınızı almayacaq. Götürün çıxarışlarını 1-2 dəfə eləyin özünüz üçün. Və bunlar çıxarış eləyəndən sonra bunlar hamısı sizin üçün su kimi olacaq. Baxın indi. Müstəvi kondensator yükləndikdən sonra sabit mənbədən ayrılıb. Deməli, Q stabildir. Q stabildirsə, S ilə U aralarında nə deyir bizə? Məsafəni artıranda S azalacaq, S azalanda U artacaq. Qoyun yerinə tapın bizə. İndi gəldik ardıcıl və paralel birləşmələrə. İndi gəlin orada da 1-2 dənə. Bunu türklərə məsləhət görürəm, gedək. Nə deyirsiniz? Keçən səfər də elə elədik. Çünki bunu ən yaxşı elə orada türklərin suallarıdır. Hələ də miq üçün. Gözlüyüm PDF açılsın. Problem yarandı. Qrupda varsınız, qrupdan sual eləyərsiniz. Başqa növbədə olur, yoxsa elə ancaq səhər növbəsi olur ki? Günorta da var. Saat neçədədir ki? Nəsə açılmadı. Gözlüyüm sənədlərdən baxın görüm. Bir dəqiqə. Reysi. Gözlüyüm mənlər.